Hər kəsə salam. Rusiyada bir günüm necə keçir? Mini vlog çəkmişəm. İnşallah bəyənərsiniz. Kanala abunə olub, like edib, yorum yazmayı unutmayın. Əslində bu videonu çoxdan çəkmişdim. İndi hal-hazırda Rusiyada müharibədir. Qapını kilitləyib 10 dəfə də baxıram ki, qapı bağlıdır ya yox. İlk öncə evimizə yaxın olan Valbresə gedirəm. Sonra fabelik mallarını götürürəm. Videonun sonunda isə açıb sizə göstərəcəyəm nə aldıqlarımı. Bəzi məhsullar burada geri qaytardım, çünki əynimə böyük oldular. Bəzi məhsulların keyfiyyətini heç bəyənmədim. Rusiyada həqiqətən geyim tapmaq olmur. Azərbaycanda həqiqətən istədiyim bütün geyimi tapmaq olur. İstər Trendyoldan zakaz vuranda, istər də Temudan. Rusiyada həftədə bir dəfə isti olanda dondurma alıram və söz vermişəm ki, bütün dondurmaları sınayacağam. Hansı dadlı olsa ən çox ondan alacağam. Elə bilirdim bu dondurma içi Dubai şokoladı, sən demə elə deyilmiş. İçində fıstıq var idi. Sadəcə sadə dondurma idi, bir də rəngi idi. Sumkaları evə qoyuram, çünki yük olmasın deyə. Ayaqla gedirik Mirayın dalıyca. Miray bağçadan götürüb evə gələcəyik. Ən çox mənə sual verir, Rusiyada darıxsan. Əlbəttə ki, darıxıram. Qürbətçilikdir, yəni burada heç kim yoxdur, tanışım yoxdur. Məhəlləmiz demək olar Azərbaycanlılardır. Sadəcə olaraq insan özü kimi yaxın hiss eləmir. Bəzən isə düşünürəm də, pis niyyətli insanlardan uzağam, sakit elə bil ki, ölkədə yaşayıram. Bunu da çox sevirəm, amma son zamanlar müharibə olduğu müddətdə hər şey gözümdən düşüb. Rusiyaya gəldiyim günlər, çəkdiyim çətin günlər, hər kəs elə bilir ki, qıraqdan çox gözəl günlər keçir, amma elə deyil. Bir gün ümidvaram ki, kameranı açıb Rusiyada ilk gəldiyim gündən bu günə nələr çəkmişəm, nə əziyyətlər çəkmişəm, video çəkəcəm. Bəlkə başqalarına maraqlı olmaz da burada yaşayanlara, çünki burada yaşayanlar məni anlayır. Amma qıraqdan o bəxtəvər sözü deyirlər, şanslıdır, Moskvada yaşayır deyənlərə o videonu sübut eləmək üçün çəkmək istəyirəm. Mən də bu uşaqların dalınca düşmüşəm. Oğlan olar, qızların dalınca düşər. Mən də bunların bayaqdan dalınca düşmüşəm. Yol boyu elə bunlar gəlib mənimlə qarşımda. Mirayın köhnə bağçasını deməli bu bağçanı təmir etmişlər. O bağçaya gedirdi, bir ay getdi. İndi yenədən öz bağçasına gəlir. Cavan qızlar neçə dəfə görmüşəm bağça müəllimləri Mirayın saçını yığmırlar, köynəyinə kompot dağılır, onu təmizləmirlər. Amma yaşlı xanımlar olur, baxboşqa deyək də. Onlar elə gözəl Mirayın saçını yığırlar. O qədər gözəl davranırlar. Hətta şkafına geyim də qoyuram, nə bilim əlavə alt paltarı da qoyuram, dəyişirlər. Halal olsun həqiqətən. Cavan qızlar baxmırlar, amma həqiqətən bizim qrupumuz var. Orada şikayət eləyəndə baxırlar və sırazı uzaqlaşdırırlar həmin müəlliməni. Nəysə, Mirayı götürdük, gedirik evə. Mirayın bağçası bizim evə çox uzaqdır, amma bizim yaşadığımız binada o qədər yaxın 5 addımlıq hətta necə deyə bağça vardı. Amma bu bağça çox uzaqdır. Hava üstündə lap çətinlik çəkirəm. Yol yeriməyi uşaqla çox da sevirəm, amma tək çox sevirəm yol yeriməyi. Sadəcə olaraq çox uzaqdır. Biz bağçaya yazıranda Mirayı bütün sadiqlər dolu idi və yer yox idi. Rusiyada demək olar ki, son günlərimdə inşallah sağ-salamat Azərbaycana gedərəm. Bilmirəm, Azərbaycana getsəm YouTube üçün vlog çəkərəm ya yox. Burada sadəcə darıxdırıcıdır. Orada isə qohum, əqraba, bacım, qardaşım var, bacım yoxdur. Sadəcə olaraq qohum, əqrabacıya getsəm başım qarışıq olur. Amma burada heç kim yoxdur deyə vlog çəkirəm. Nə bilim, haranlarasa gedirəm. Azərbaycanda isə o qədər gəzməli yerlər var, dost, tanış. İnsan heç vlog çəkməyə əlini belə telefon almır. Bir də buranın peşoxotlarını çox sevirəm, gözləyirlər həqiqətən. Azərbaycanda da var, neçə dəfə videolarda görmüşəm peşoxotlar, amma gözləmirlər, vurub keçirlər. Nəysə, biz gəldik evə, Valbres məhsullarını açıram bir-bir. Burada qiymətlərini də deyirəm sizə, 300 rubla Tigrova ayaqqabı almışdım, çox gözəl idi, materialı həqiqətən çox qəşəng idi. Hətta ona uyğun şifon köynək də almışdım, yayda da, payızda da geymək olar, onu da 300 rubla almışdım. Düşünməzdim belə keyfiyyətli və gözəl gələ bilər. Həqiqətən çox qəşəng idi. Miyonun bilmirəm, hər şey endirimdədir, yoxsa patelkasıdır, hər şey endirimə düşmüşdü. Bundan əvvəl ayaqqabı almışdım.
Onun qiyməti 2500-3000 idi, amma mən onu 700 rubl almışdım. Miray üçün yubka almışam 199 rubla. Qiyməti də qəşəng idi, materialı da qəşəng idi. Sadəcə sadiqə geyinmək üçün. Burada kiprik aldım. Çox qəşəng idi. Bunu hətta kipriyimə də qoymuşum. Çox təbii idi. Sarı platyanın materialını o qədər sevdim, amma bundan əvvəl gələn platyaların hamısını qaytarmışam. Çünki hamısı çox pis görsəndirdi fiquranı. Material da olduqca necə deyirlər, iç görsədən idi. Sarı platyanı həqiqətən çox sevdim. Materialı çox qəşəng idi. Bir dənə də ağ belə şapka almışam. Bunu da 300 rubl almışam, amma 1000-2000 rubla da var idi. Burada isə Faberlic məhsullarını açıram. Deməli Rusiyada yaşayanlar həm Faberlic, həm Avondan bir dənə yerdən vura bilərlər. İkisi də kataloq eyni səhifədədir. Mən də hamısını aldım.